Dəridəki yara izlərini yox edən möcüzəvi yağ. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Təbii müalicə üsulları arasında istifadə olunan dazotu yağı dünyanın bir çox bölgəsində yetişir. Möcüzə adlandırılan dazotu yağının faydaları çoxdur. Xüsusilə dərman qəbul etməyi sevməyənlər üçün ən gözəl təbii müalicə üsullarından biridir. Bitkinin tibbdə yerüstü hissəsi. Əsasən otu və çiçəkləri istifadə olunur. Tərkibində hiperisin, flavonoidlər, kversetin, rutin, hiperozit, ksantonlar və s. digər maddələr var. Dazotunda tapılan hiperforin və adhiperforin maddələri serotonin, noradrenalin, dopamin kimi maddələrin miqdarını artırır. Bu təsiri sayəsində hal-hazırda Avropada depressiyanın müalicəsində geniş istifadə olunur. Bu bitkinin sulu dəmləməsi CYP3A4 fermentini aktivləşdirdiyindən bədənimizə daxil olan kimyəvi dərman maddələrinin daha sürətli parçalanmasını və toxumalarımızda yığılıb qalmamasına şərait yaradır. O səbəbdən bütün növ kimyəvi dərmanlarla birlikdə təyini məqsədə uyğundur. Bu bitkidə tapılan hiperisin və hiperforin maddələri dəridə qaşınma və ləkə kimi problemlərdə yaxşı təsir edir, dərini yeniləmək üçün istifadə olunur. Aparılmış tədqiqatlar bu bitkinin çox güclü virus öldürücü təsirini də ortaya çıxarmışdır. Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünə inamı azalda bilir. Bahalı kosmetik vasitələrin və kremlərin hər zaman gözlənilən nəticəni vermədiyi məqamlarda təbiətin bizə bəxş etdiyi ən təsirli vasitələrdən biri dazotu kantaron yağıdır. Dazotu yağı dəri tərəfindən çox tez hopur və epidermisin üzərində sanki görünməz bir müdafiə qatı yaradır. Bu təbii məhsulun tərkibindəki aktiv maddələr dərinin bərpası prosesini sürətləndirir. Onun digər yağlardan fərqləndirən əsas xüsusiyyəti isə güclü sakitləşdirici təsirə malik olmasıdır. Bu, tətbiq olunduğu bölgədəki qızartı və qıcıqlanmanı minimuma endirir. Yara izlərinin solması və dərinin hamarlaşması üçün düzgün tətbiq üsulu çox vacibdir. Yağı çəkməzdən əvvəl dəri səthinin tamamilə təmiz olduğundan əmin olun. İncə bir təbəqə halında yara izinin üzərinə çəkin. Sərt hərəkətlərdən qaçaraq yüngül, dairəvi və yumşaq masaj hərəkətləri ilə yağın dəriyə hopmasını təmin edin. Dazotu yağı dərini günəş şüalarına qarşı həssaslaşdıra bilər. Buna görə də bu yağı istifadə etdiyiniz müddətdə günəşə çıxarkən həmin nahiyəni qorumaq və günəş qorucu kremlərdən istifadə etmək tövsiyə olunur. Bundan başqa, dazotunun yağı və çayının faydaları. Mədə ağrısı və digər mədə-bağırsaq problemləri üçün inanılmaz faydalıdır. Depressiyanın bütün formalarında, ürək döyüntülərinin artması, taxikardiya zamanı, menopauza dövründə, diqqətsizlik və hiperaktivlikdə, halsızlıq, yorğunluq, asteniya kimi psixoloji durumlarda, fibromiyomalarda, bütün növ ağrıların azaldılmasında, şiş xəstəliyi müalicəsində köməkçi vasitə kimi, vitiligo, alalıq xəstəliyində, nevrit və sinir ağrılarında, babasildə, ishalda, yara və yanıqlarda. Dazotu dəmlənməsinin hazırlanma qaydası. 3 xörək qaşığı dazotu 3 stəkan suda dəmlənilir. Gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.
Dəyərli izləyicilər, ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola, təəssüf ki, çox vaxt onu əczaxanalarda, apteklərdə axtararaq, bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Elə məhz buna görə də kainatın yaradıcısı olan uca Allahın bizlərə bəxş etdiyi bu gözəl təbiətdən faydalanmağa çalışın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.